Bürclərin 21 dekabra ən düz proqnozu. Qoç, gün sürətli qərarlar tələb edəcək. İşdə risk etsən qazanc var. Axşam saatları sevindirici xəbər gətirə bilər. Buğa, pul və maddi mövzularda şanslı gündür. Gözlənilməz gəlir və ya faydalı təklif ala bilərsən. Səbrin mükafatını verir. Əkizlər, ünsiyyət və görüşlər ön plandadır. Vacib bir danışıq gələcəyini dəyişə bilər. Sözlərinə diqqət et. Xərçəng, daxili rahatlıq tapırsan. Ailə və evlə bağlı sevincli hadisə mümkündür. Qərarlarında ürəyinə güvən. Şir, parladığın gündür. İş və nüfuz məsələlərində uğur səni tapır. Göz önündə olacaqsan. Qız, planlı hərəkət etdikcə hər şey yoluna düşür. Maddi məsələ həllini tapır. Sağlamlığına biraz diqqət yetir. Tərəzi, sevgi və münasibətlərdə dönüş nöqtəsi. Keçmişdən biri xəbər yaza bilər. Qəlbin nə istədiyini aydınlaşdır. Əqrəb, güclü enerjin var. Pul, borc və miras mövzularında irəliləyiş gözlənilir. Sir saxla, hamı ilə paylaşma. Ox atan, şans sənin yanındadır. Yeni başlanğıc, müqavilə və ya yol planı gündəmə gələ bilər. Cəsarətli ol. Oğlaq, zəhmətinin qarşılığını almağa başlayırsan. İşdə yüksəliş və etibar qazanırsan. Axşam dincəlmək vacibdir. Dolça, gözlənilməz dəyişikliklər ola bilər. Yeni ideya və təkliflər gələcək üçün qapı açır. Fürsəti qaçırma. Balıq, hisslərin güclənir, sevgi və ruhi rahatlıq ön plandadır. Kiçik bir möcüzə səni sevindirə bilər.